Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə bə'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. الأصل الأول فإذا قيل لك من ربك فقل ربي الله الذي رباني وربى جميع العالمين بنعمه وهو معبودي ليس لي معبود سواه. Birinci əsas. Əgər biri səndən soruşsa ki, Rəbbin kimdir? De, Rəbbim Allahdır. O məni və bütün aləmləri neməti ilə bəsləyən Rəbdir. O, mənim məbudumdur və mənim ondan başqa heç bir məbudum yoxdur. O, hamının Rəbbidir. والدليل قوله تعالى الحمد لله رب العالمين وكل ما سوى الله عالم وأنا واحد من ذلك العالم. Buna dəlil uca Allahın bu kəlamıdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Allahdan başqa nə varsa aləmdir. Mən də bu aləmdən biriyəm. فإذا قيل لك بما عرفت ربك فقل بآياته ومخلوقاته ومن آياته الليل والنهار والشمس والقمر ومن مخلوقاته السماوات السبع ومن فيهن والأرضون السبع ومن فيهن وما بينهما. Sənə desələr ki, Rəbbini necə tanıdın? De, ayətləri və məxluqatları ilə. Gündüz, gecə, günəş və ay onun ayətlərindəndir. 7 qat göy, 7 qat yer və onların içində və arasında olanlar onun məxluqatlarındandır. وقوله تعالى إن ربكم الله الذي خلق السماوات والأرض في 6 أيام ثم استوى على العرش يغشي الليل النهار يطلبه حثيثا والشمس والقمر والنجوم مسخرات بأمره ألا له الخلق والأمر تبارك الله رب العالمين. Buna dəlil uca Allahın bu kəlamıdır. Həqiqətən, Rəbbiniz göyləri və yeri 6 gündə xəlq edən, sonra ərşə yüksələn, bir-birini sürətlə təqib edən gündüzü gecə ilə, gecəni də gündüzlə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır. وَالرَّبُّ هُوَ الْمَعْبُودُ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى يا أيها الناس اعبدوا ربكم الذي خلقكم والذين من قبلكم لعلكم تتقون الذي جعل لكم الأرض فراشا والسماء بناء وأنزل من السماء ماء فأخرج به من الثمرات رزقا لكم فلا تجعلوا لله أندادا وأنتم تعلمون. Rəbb məbuddur. Buna dəlil uca Allahın bu kəlamıdır. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı. Göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın. قال ابن كثير رحمه الله تعالى الخالق لهذه الأشياء هو المستحق للعبادة. İbn Kəsir, Allah ona rəhm etsin, demişdir. Bu şeyləri yaradanın ibadət edilməyə haqqı çatır. وأنواع العبادة التي أمر الله بها مثل الإسلام والإيمان والإحسان ومنها الدعاء والخوف والرجاء والتوكل والرغبة والرهبة والخشوع والخشية والإنابة والاستعانة والاستعاذة والاستغاثة والذبح والنذر وغير ذلك من أنواع العبادة التي أمر الله بها كلها لله تعالى. والدليل قوله تعالى وأن المساجد لله فلا تدعوا مع الله أحدا. Allahın əmr etdiyi İslam, iman və ihsan kimi ibadət növləri vardır. Dua, xof, ümid, təvəkkül, yönəlmək, çəkinmək, mütilik, qorxu, üz tutmaq, kömək istəmək, yardım diləmək, sığınmaq,
qurban kəsmək, nəzir boyun olmaq və s. də Allahın əmr etdiyi ibadətlərdən sayılır. Onların hamısı yalnız Allah üçün edilir. والدليل قوله تعالى وأن المساجد لله فلا تدعوا مع الله أحدا. Buna dəlil uca Allahın bu kəlamıdır. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla birgə heç kəsə ibadət etməyin. فمن صرف منها شيئا لغير الله فهو مشرك كافر. والدليل قوله تعالى ومن يدع مع الله إلها آخر لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون. Kim bunlardan birini belə Allahdan qeyrisi üçün etsə, o müşrik və kafirdir. Buna dəlil uca Allahın bu kəlamıdır. Kim Allahla birgə başqa bir ilaha ibadət edərsə, bunun üçün isə onun heç bir dəlili yoxdur. Onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən o kafirlərə nicat verməz. وفي الحديث الدعاء مخ العبادة. والدليل قوله تعالى وقال ربكم ادعوني أستجب لكم إن الذين يستكبرون عن عبادتي سيدخلون جهنم داخرين. Hədisdən dəlil, dua ibadətin özəyidir. Uca Allahın kəlamından dəlil, Rəbbiniz dedi, mənə dua edin, mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlü göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. ودليل الخوف قوله تعالى فلا تخافوهم وخافون إن كنتم مؤمنين. Xofa dəlil, uca Allahın bu kəlamıdır. Siz onlardan qorxmayın, əgər möminsinizsə, məndən qorxun. ودليل الرجاء قوله تعالى فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا. Ümid bəsləməyə dəlil uca Allahın bu kəlamıdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın. ودليل التوكل قوله تعالى وعلى الله فتوكلوا إن كنتم مؤمنين. وقوله ومن يتوكل على الله فهو حسبه. Təvəkkülə dəlil uca Allahın bu kəlamıdır. Əgər möminsinizsə, Allaha təvəkkül edin. Həmçinin digər kəlamında, kim Allaha təvəkkül edərsə, o ona kifayət edər. ودليل الرغبة والرهبة والخشوع قوله تعالى إنهم كانوا يسارعون في الخيرات ويدعوننا رغبا ورهبا وكانوا لنا خاشعين. Yönəlmək, çəkinmək və müti olmağa dəlil uca Allahın bu kəlamıdır. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə bizə ibadət edirdilər. Onlar bizə müti idilər. ودليل الخشية قوله تعالى فلا تخشوهم واخشون. Qorxmağa dəlil uca Allahın bu kəlamıdır. Siz onlardan deyil, məndən qorxun. ودليل الإنابة قوله تعالى وأنيبوا إلى ربكم وأسلموا له. Dönüş etməyə dəlil uca Allahın bu kəlamıdır. Əzab sizə gəlməmişdən əvvəl tövbə edib, Rəbbinizə dönün və ona təslim olun. ودليل الاستعانة قوله تعالى إياك نعبد وإياك نستعين. Kömək istəməyə dəlil uca Allahın bu kəlamıdır. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. وفي الحديث إذا استعنت فاستعن بالله. Və hədisdən dəlil, kömək istədikdə Allahdan istə. ودليل الاستعاذة قوله تعالى قل أعوذ برب الفلق وقل أعوذ برب الناس. Pənah aparmağa dəlil uca Allahın bu kəlamıdır. De, pənah aparıram sülhün Rəbbinə. De, pənah aparıram insanların Rəbbinə. ودليل الاستغاثة قوله تعالى إذ تستغيثون ربكم فاستجاب لكم. Yalvarmağa, kömək istəməyə dəlil uca Allahın bu kəlamıdır. O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. Allah da duanızı qəbul buyurmuşdu. ودليل الذبح قوله تعالى
قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له ومن السنة لعن الله من ذبح لغير الله. Qurban kəsməyə dəlil Uca Allahın bu kəlamıdır. De, mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam. Sünnədən dəlil bu hədisdir. Allah ondan başqasına qurban kəsəni lənətləmişdir. ودليل النذر قوله تعالى يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا. Nəzirə dəlil Uca Allahın bu kəlamıdır. Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən qorxarlar.